lüks ətirlərin qalıcılığını təmin edən təbii maddə nəhəng bir balinanın nəcisindən əldə edilir. Kaşalot balinaları nəhəng kalmarları yeyəndə onların iti caynaqları balinanın mədəsini kəsməsin deyə bədən qoruyucu bir mum ifraz edir. İllərlə yığılan bu tullantı sonda dənizə xaric olunur. İlk vaxtlar dəhşətli dərəcədə pis qoxu verən bu tullantı bir müddət sonra günəşin altında duzlu suda bişərək sərtləşir, rəngi açılır və getdikcə inanılmaz dərəcədə şirin, cəlbedici bir qoxu qazanır. Elmdə ambergris adlanan bu maddə ətirlərin içindəki molekulları bir-birinə kilitləyir. Məhz ambergris sayəsində o bahalı qoxular havaya uçub getmir və günlərlə dərində qalır. Buna görə də böyük kosmetika şirkətləri ambergrisin tək 1 kiloqramı üçün $10 minlərlə pul ödəyirlər. Sənin boynuna sıxdığın